Bismillahirrahmanirrahim. Əziz Allahın xeyri, bərəkəti, salamı, afiyeti sizin üzərinizə olsun. Gözəl insanlar, dəyərli insanlar. Bilirsiniz ki, mübarək Ramazan ayı, yəni xeyirli Ramazan ayı. Ramazan ayı nəyə görə xeyirlidir? Çünki Ramazan ayında əziz Allahın kitabı olan, Kəlamullah olan, Allahın kəlamı olan, sözlərin ən gözəli olan Qurani Kərim Ramazan ayında nazil olmağa başlayıb. Yəni əziz Allah belə bir qərar verib ki, mübarək kitabını Ramazan ayında insanlığa göndərsin gözəl insanlar. Və Qurani Kərim Ramazan ayının içərisində Qurani Kərim olduğuna görə o Ramazan bərəkətlənib və insanlara xeyir, bərəkət, müjdə gətirsin deyə əziz Allah bizə bu kitabını göndərib. Bilirsiniz ki, Ramazan ayı addım-addım yaxınlaşır. Çox sayılı günlər qaldı. Mən də çalışıram ki, Ramazan ayı ilə bağlı videolar çəkim. Əsas məqsədim odur ki, biz bütün ibadətlərimizi şuurlu yerinə yetirək. Əziz Allah istəyir ki, biz şuurlu müsəlman olaq. Nə etdiyimizi, niyə etdiyimizi, hədəfimizin nə olduğunu, Allahın bu ibadəti nə üçün əmr etdiyini qavrayaq. Çünki bir şeydən əgər biz xeyir, bərəkət, rəhmət götürmək istəyiriksə, gözəl insanlar, o işi anlamamız şərtdir. Yəni insan anladığı kitabdan, anladığı sözdən, qavradığı sözdən, başa düşdüyü, həyatına daşıdığı sözdən xeyir götürə bilər. Şuurlu olmaq budur. Nə edirik, niyə edirik, bunun içində hansı mesajlar var? Bu işi etmək bizim ağlımızı, iradəmizi, vicdanımızı, əxlaqımızı necə düzəldir? Bu da ancaq maariflənməklə bağlıdır. Yəni o mesajları öyrənməklə bağlıdır. Bu mənim mübarək Ramazan ayı ilə bağlı, mübarək Ramazan ayında nazil olmağa başlayan Qurani Kərimlə bağlı ikinci videomdur. Birinci videomu payladım. Siz də ona çox gözəl münasibət göstərdiniz. Hamınıza təşəkkür edirəm. Xeyri yaymaq, paylaşmaq bir gözəl işdir, gözəl insanlar. Çünki bizim işimiz xeyri çoxaltmaqdır. İnsanlığımızın haqqını o zaman veririk ki, xeyri çoxaldırıq, bərəkəti çoxaldırıq. Xeyri, bərəkəti, insanlığı, barışı, mərhəməti çoxaltdığımız qədər insan olur. Mən də əlimdən gəldiyi etməyə çalışıram. Əgər xatırlayırsınızsa, birinci videoda demişdim ki, Ramazan ayı Allahın bir tərbiyə proqramıdır və əsas hədəfi qorumadır. Yəni təqvadır. Bunu mən sizə addım-addım izah edəcəm. Bir-iki ölçülərini söylədim. Dedim ki, əziz Allah yaratdığı hər şeyə bir qoruma sistemi verib. Torpağın qoruma sistemi var, dənizin qoruma sistemi var, günəşin qoruma sistemi var, hava sisteminin, atmosferin qoruma sistemi var. Həyatdakı bütün çiçəklərin, böcəklərin, hər şeyin bir qoruma sistemi var. İnsanın da qoruma sistemi var. Allah istəyir ki, insan qorunması üçün güclü olsun. Çünki güclü olan qorunar. Ona görə əziz Allah insanı qorumaq üçün ağlını gücləndirir, iradəsini gücləndirir, vicdanını gücləndirir. Ona elə dəyərlər, elə bir şuur verir ki, insan qorunmuş olsun. Gözəl insanlar. Sonra dedim ki, əziz Allahın qoruma sisteminin bəzi ölçülərini dedim. Yəni, əziz Allah necə qoruyur? Dəyərlərlə qoruyur. Deyir ki, buyurur ki, tövhid inancına sarıl ki, şirkdən qorunasan. Elmə sarıl ki, cəhalətdən qorunasan. Nikahlı, kəbinli evlən və onun haqqını ver ki, zinadan qorunasan. Halala yönəl ki, haramdan qorunasan. Doğru sözə yönəl ki, yalan sözdən qorunasan. Tövhidə yönəl ki, şirkdən qorunasan. Baxın, ədalətə yönəl ki, zülmdən qorunasan. Yəni, insanın hərəkətə keçməsini istəyir. İnsanı qoruyan nədir? Tövhid insanı qoruyur. İman insanı qoruyur. Bunların əksi də insanı paramparça edir. Şirk insanı bölər, parçalayır. Cəhalət insanı öldürər. Yalan insanı öldürər. İftira insanı öldürər. Zina insanı öldürər. Qumar, içki, narkotik maddələr insanı öldürər. Ona görə Allah bir qoruma sistemi qoyur. Gözəl insanlar. Və hər şeyində bir qoruma sistemi var. Sonra sizə dedim ki, Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayənin 5 ayəsi Ramazan orucu ilə bağlıdır. Sonra 183-cü ayənin ilk 2 sözünü izah edelim. Və belə bir ölçüdə qoydum ki, əgər xatırlayırsınızsa, dedim ki, əslində Ramazan orucu ilə bağlı ayələrin və bütün ibadətlərin hədəfi qorunma ilə bağlıdır.
Ramazan ayələri, Ramazan orucu ilə bağlı ayələri oxuyanda görəcəyik ki, hər sözün içərisində qoruma mesajı var. Birinci nə söylədim? Ayə necə başlayırdı? Bismillahirrahmanirrahim. Ya eyyühəllezine amenu. Ey iman edənlər. Baxın, gözəl insanlar, iman bizi qoruyur. İman bizi küfürdən qoruyur. Küfür bizi parçalayır, iman bizi qoruyur. İman bizi necə qoruyur? İman bizi Allaha bağlayır. Allahla insan arasındaki en sağlam bağ tevhiddir. Tevhid inancıdır. La ilahe illallah'tır. İmandır. İman olan Allah'a bağlanır. Allah'a bağlanan korunur. İnsan ne zaman günahlara girir? İnsan o zaman günahlara girir ki Allah'tan kopur. Allah'la bağı kırılır. Sonra ikinci söze geldim. Ya eyyühellezine amene kutibe. Dedim ki Allah buyurur ki yazıldı. Yazıldı sözünün manasını izah edelim. Dedim ki yazılan şey koruyar. Yazılan şey koruyucu olar. Yazılan şey kalıcı olar. Medeniyeti, dili, sənəti, edebiyatı, her şeyi nesillere ötürmək istəyirsinizsə yazı şərtdir. Yani oruç ayesini Allah bize emrederken, bize buyurarken aynı zamanda yazılmak fiilinden istifade edip buyurup ki ey insan korunmak mı istiyorsan Allah'ın yazdığını yerine getir ki korunasın. Bakın yazılan korunan, yazılan değerli olar, yazılan değerini koruyar, saklayar, nesiller ötürər. Aynı zamanda dedim ki yazılmak hem de o demektir ki çok önemli bir mesaj var. Bakın indi üçüncü söze gelirik. Ayəni istəyirəm ki bir söz izah edeyim size güzel insanlar. Məqsədimiz de bundan ibarətdir. Əziz Allah buyurdu ki ya eyyühellezine amene kutibe yazıldı. Kime yazıldı? Eleykum. Size yazıldı. Ne yazıldı? Es-siyamu. Bak burada dayanıram. Es-siyamu. Biz oruç deyirik. Aslında oruç sözü Kur'an-ı Kerim'de yoktu. Yani oruç Farsça bir sözdür. Güzel insanlar. O söz bize nece gelip İslam Xorasan üzerinden, İran üzerinden Azerbaycan'a geldiğine göre bir sıra sözler de Farslaşarak bize gelir. Mesela namaz Arapça değildir. Namaz Farslaşarak bize gelir. Oruç Farslaşarak bize gelir. Oruç sözü bir yere yalanamıyor. Ruz sözü var. Fars dilinde ruz gün demektir. Ona bir tane şekil çarptırıplar olup ruzi yani günlük. Günlük yani gün tutulan demektir. Sonra ruzi olup oruze. Sonra oruze fonetik değişikliğe uğrayarak olup oruç. Bakın ruz, ruze, oruze, oruç. Bəs bu sözün Ərəbcə qarşılığı nədir? Orada Əziz Allah buyurur ki, sizə yazıldı. Nə yazıldı? Es-siyamu. Bax, siyam. Ərəbcə qarşılığı siyamdır ya da savumdur. Tutmaq deməkdir. Bakın orada bir şeye de dikkatinizi yöneldirəm ki, müəyyənlik artikliyle gelip. Yani es-siyamudur. Es Ərəb dilində müəyyənlik artikli var. El. İngiliz dilindeki Z kimidir. Mesela e-book deyirsiniz. Qeyri-müəyyən bir kitap. Onun əvvəlinə Z müəyyənlik artikli artıranda o kitabı müəyyənə çevirirsiniz. Bilinen bir kitap. Artık bilinen bir kitapdır. Ərəb dilində də belədir. Mesela Ərəb dilində desəniz ki, kitabun qeyri-müəyyən bir kitap, hər hansı bir kitap. Ərəb dilində istəsəniz ki, o kitabı müəyyənliyə çevirəsiniz, onun əvvəlinə el artikli artırırsınız. Olur el-kitabu. Yəni bilinən kitab. Bax, diqqət edin. Bu el artiklında lam hərfi Ərəb dilində hərfləri iki yerə bölürlər. Şəmsi və qəməri. Özündən sonra gələn sözün ilk hərfinin şəmsi və qəməri olmasından asılı olaraq lam hərfi ya oxunur, ya oxunmur. Baxın, əs-siyamu lam getdi, oxunmadı. Əd-din lam getdi, oxunmadı. Əş-şəms lam getdi, oxunmadı. Baxın, əl-kitab oxunur. Lam qaldı yerində. Neye göre bu siyam, siyamu deyir. Neye göre siyam? Yani tutmak sözünün əvvəlində el, müəyyənlik artikli var. Çünkü bakın bilinen oruç. Burada dikkatinizi bir şeye yönetmek isterim. Güzel insanlar. Kur'an-ı Kerim'de bize emrolunan, Allah'ın bize emrettiği hiçbir ibadet Kur'an-ı Kerim'den gelmemiştir. Bakın, bütün elçilerin ümmetleri, inananlar namaz kılmışlar. Hazreti İbrahim de, Hazreti Musa da, Hazreti İsa da devam ediyor. Zekat bütün ümmetlerdedir. Yani bütün din, bu Allah'ın koyduğu dine tabi olan bütün ümmetlerde var. Namaz
Kur'anla başlamayıb, oruç Kur'anla başlamayıb, zekat Kur'anla başlamayıb, həc Kur'anla başlamayıb. Ona göre deyir ki, es-siyamu, o bilinen oruç var ha, bak o size de yazıldı. Bakın tutmak mənası var. Tutacağıq. Niye göre bakın, ya eyyühellezine amenu, iman koruyucu vasıtadır, yazılma koruyucu vasıtadır, size yazıldı, aleyküm size yazıldı, es-siyam ne yazıldı? Siyam yazıldı, tutmak yazıldı, oruç tutmak yazıldı. Tutun ki korunasınız. Neyi tutacağıq? Necə tutacağıq? Ne zaman tutacağıq? Bakın tutmağın da iki mənası var. Biri maddidir, biri mənevidir. Bakın önce maddi yönden başlayalım. Mədəmizi tutacağıq. Mesela imsak dövrü var değil mi? İmsak ve iftar. İmsak nedir? İmsak sözünün mənası da terk etmektir. Bağlamaktır. Boğazınızı bağlayırsınız. Yani yemeğinizi bitirirsiniz. Bakın imsak. Yemeği bitirdik. İftar nedir? İftar açılıştır. Fətrə, açılış. İmsak, iftar. Yani imsaktan, o fəcr vaxtından, güneş çıkmamıştan önce yemeği bağlayırıq, bitiririk. Bakın, tuturuq yani. Boğazımızı tuttuk, yemeği dayandırırıq. 3 şey etmirik. 3 halal olan şeyi etmirik. Yemirik, içmirik, cinsi münasibətdə olmuruq. Ne zaman? İmsaktan iftara kadar. Bakın tuttuk. Tuturuq ki, mədəmiz qorunsun. Bakın əllərimizi qoruyuruq, harama toxunmuruq. Gözlərimizi qoruyuruq, haramdan çəkinirik. Kulağımızı qoruyuruq, haramı eşitmək istəmirik. Dilimizi qoruyuruq. Bakın dilimizi qoruyuruq. Yalan danışmırıq, iftira atmırıq. Tutmaq. Bakın tutun ki qorunasınız. Hamısı qorunmaqla bağlıdır. Tutun ki qorunasınız. Dilinizi tutun. Bakın Azərbaycanda sözlər var. Dilini tutmaq, özünü tutmaq, nəfsini tutmaq. Yani qorunmaq deyir. Bakın qorunmaqla bağlı bir şeydir. Bakın nə ilə qoruyacaq əziz Allah? Değerlerle. Bir de ne var? Bakın imanla korudu, yazılmakla korudu, oruçla korudu. Oruç bizi korumak içindir. Oruç bizi tutmak öyledir. Ama bu tutmak da iki yönlü. Bir de manevi tutmak var. Güzel insan. Ağlımızı tutacağız. Bakın hurafeler ağlı öldürür. İftiralar ağlı öldürür. Bu dinle bağlı din tacirlerinin danıştıkları nağıllar verir. Ağlı öldürmek içindir. Ağlı ölen sürüleşer. Ağlımızı neyle tutacağız? Ağlımızı elmle tutacağız. Bakın kalbimizi tutacağız. İman kalbi tutar. Yani iman kalbi küfürden tutar. Küfürden koruyar yani. Merhametle vicdanımızı tutacağız. Yani tutmağın da iki yönü var güzel insanlar. Ne zaman tuttuk? Vaktidir. Maddi tutmağın yolunu da gösterdi. Oruç zamanı imsaktan iftara kadar o maddi yönümüzü koruyuruz. Ama aynı zamanda biz manevi yönümüzde tutmakla. Tutmak bizim üzerimizde bir borçtur güzel insanlar. Yani aziz Allah değerlerle koruyur. Deyir ki değerlerden tutun ki korunasınız. Bakın imana sarılın, tevhide sarılın ki korunasınız. Yazılana Allah'ın size yazıldığını yerine getirin ki korunasınız. Es-siyamu, o sizden öncekilere olan yazılan belli siyam var ha, tutmak var ha, oruç var ha. Bak onu tutun ki korunasınız diye. Hem de bu korumanın iki yönü de var. Bu dünyada özünü tutan ahirette de cehennem ateşinden korunar değil güzel Allah. Sonra da güzel insanlar. Aziz Allah nece buyurdu? Ya eyyühellezine amene kutibe aleykumussiyamu kema kutibe alellezine min qablikum. Bir adımda izah edeyim orada saklayacağım inşallah. Orada aziz Allah buyurur ki bakın sizden öncekilere yazıldığı kimi size de yazıldı. Yazılmak fiili 2 defa geldi. Bu bizi nece koruyur deseniz bakın aziz Allah buyurur ki sizden öncekilere yazıldığı kimi size de yazıldı. Bakın sizden öncekilere bak es-siyam da bizden öncekilere izah ediyor. Bizden öncekilere bağlanır yani. Yani sizden önce de oruç var idi, sizden önce de namaz var idi, sizden önce de hac var idi, sizden önce de zekat var idi. Aynı zamanda buyurur ki sizden öncekilere yazıldığı kimi size de yazıldı. Bak bu bizi nece korur güzel insanlar. Aziz Allah bu sözle, bu ifadelerle bizi dikkat edin burasına ortak hafizeye bağlayır. Ortak yaddaşa bağlayır. Eğer ümmet olmak istəyirsinizsə, şəxsiyyət olmaq istəyirsinizsə, ortak hafizeniz, ortak değerleriniz, sizin koruyucu sisteminiz olan ortak değerleriniz olmalıdır. İslam ortak değerimizdir. Din ortak değerimizdir. İman ortak değerimizdir. Oruç tutmak Müslümanların, Allah'a inananların ortak değeridir. Namaz ortak değerdir.
Aziz Allah deyir ki, siz de sizden öncekilerin o hafizesine koşun, o karvana koşulun, ümmet olun, bir olun ki korunabilirsiniz. Buraya kadar izah ettiğim her söz korumayla bağlı oldu. Bir de kısaca tekrar edeyim. Ya eyyühellezine amenü, iman bizi koruyor, küfürden koruyor. Kutibe yazıldı, yazılan şey Allah'ın yazdığını yerine getirince korunasınız. Ya eyyühellezine amenü, kutibe eleykumu, size yazıldı. Bakın bize yazıldı. Yani iman edenlere, Allah'a inananlar oruç tutur. Ne yazıldı? Es-siyam, o belli oruç yazıldı. Tutun ki korunasınız, bakın. Sizden öncekiler ifadesi de bizi ortak hafizeye, ortak yaddaşa, ortak değerlere bağlayır. Deyir ki, ortak değerleriniz olmasa, ortak hafizeniz olmasa, ortak karvana koşulmasanız, Hazreti Adem'den başlayıp Hazreti Muhammed'den bitmiş o büyük sisteme, İslam adlı sisteme koşulun ki korunasınız deyir. Bundan sonraki hissədə qorunmağın, yəni oruç tutmağın hədəfini, yəni qorunmanı, yəni təqvanı inşallah Əziz Allah bizə izah edəcək. Mən də çalışacağım ki, o hissədən başlayaraq sizə Allahın mesajlarını gözəl insanlar çatdırmağa çalışım. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.